Ağzınızın dada gəlməsini istəyirsinizsə, məhz bu şnitzel reseptini sınayın. Bunun üçün bizə lazımdır 150 ml mineral su, 3-4 yemək qaşığı bitki yağı, 1 çay qaşığı duz, biraz istiot. Biz istiot əlavə etmədik, yerinə satışda olan toyuq əti üçün ədviyyat qarışığından istifadə etdik. Bu qarışığı qarışdırıb kənarda gözlətdik və 3 ədəd toyuq filesini incə dilimlərə ayıraraq çəkic vasitəsilə naziltdik. Sonra hazırladığımız məhz bu sosun içərisində lay-lay yerləşdirib soyuducuda yarım saat, ən azı yarım saat gözlətdik. Sadəcə bizim vaxtımız biraz olduğu üçün 1 saatdan yuxarı müddətdə qaldı. Şnitseli bişirmək üçün isə bizə biraz un və biraz suxari lazımdır. Böyük bir qabın yarı hissəsinə unu, yarı hissəsinə isə suxari tozunu əlavə edirik. Daha sonra isə 2 ədəd yumurtanı yaxşıca çırpırıq. Yumurtanın üzərinə biraz süd də əlavə edə bilərsiniz. Biz süd əlavə etmədik və soyucudan çıxarılmış toyuq filelərimizi ilk öncə una, hər tərəfini una bulayırıq. Daha sonra çırpılmış yumurtaya salırıq. Yumurtadan çıxartdıktan sonra isə suxari tozuna bulayıb qızğın yağda qızardırıq. Hər iki tərəfli qızardırıq. Qızartma işi maksimum 15 dəqiqə vaxtınız alacaq. Həm yumuşaqlığı, həm xırçıltısı, həm də ləzzəti ilə çox ləzzətli yeməkdir. Ümid edirəm ki, siz də bu resepti sınayacaqsınız və bu mükəmməl daddan zövq alacaqsınız. Daha sonra isə gözəl fikirlərinizi bizimlə bölüşüb, səhifəmizi bəyənəcək, rəylərinizi bildirəcək, bizə abunə olacaqsınız. Diqqətiniz üçün təşəkkür edirik.